Salam değerli şairlər. 9 siniflərin model sualların izahına baxırıq. 2026-cı il. Birinci sualda deyir ki, demək ABC 150-dir. BC'də bucağı 80-dir. CD'yə bucağını tapın. X'i tapın. Xətti uzatışıq. Bura olur 30. Və biz bilirik ki, bunlar paralel olduğuna görə bu ikisinin cəmi ortadakı bucağı verir. Yəni 30 üstəgəl x 80 dərəcədir. X də 50 dərəcədir. İkinci sual. El düz xəttinin bucaq misalını tapın. Bunun üçün A və C-nin koordinatlarını tapayıq. Belə ki, əgər bura -4, 3-dürsə B-nin koordinatı, onda A-nın koordinatı -4-dən 0-dır. Və əgər C-nin koordinatının nəzərə alsı 3-ü nəzərə alsı, bu da olur 0-dan 3. Y9-da x 0 olur. 2 nöqtədən keçən düz xəttin bucaq misalını belə tapırıq. Delta y, delta x. Yəni y2-dən çıxırıq y1-i, x2-dən çıxırıq x1-i. Keçki nöqtələri görürük. A-dır, C-dir. Onda yazarıq ki, 3 çıxılsın 0, 0 çıxılsın -4. Bu da 4'dür. Üçüncü sual tənasibdir. Belə bir tənasib yazırıq. Kənarların cəmi. Kənarların hansılardır? A ilə D-dir. Cəmi 12-dir. Onların kvadratları cəmi, yəni A kvadrat plus D kvadrat 80-dir. Bizdən nəyi soruşur? Orta ədlərin hansını tapın. Biz bilirik ki, tənasibin əsas xassəsi belədir ki, kənarlar arası orta ədlər arasında bərabərdir. Yəni B vur D, elə A vur D. Bunu tapa bilərik. Müxtəsər mövzularından alınan alma düsturlarından biri belədir ki, A kvadrat plus D kvadrat A plus D'nin kvadratı çıxılsın 2AD. 80 bərabərdir 12-nin kvadratı 144 çıxılsın 2 AD. Buradan 2AD'ni tapırıq. 144'dən çıxırıq 80'i. 64. Bəli. Onda AD neçə olur? 32. Növbəti sualda deyir ki, ifadənin qiymətini A ilə ifadənin A ilə olarsa, ifadəsinin qiymətini A ilə ifadə edilir. Biz bunların hasilini görə bilirik ki, hasilində rasional ifadə qalır. Yəni kök gedir. Buna bir x deyək. A vur x-i tapay. Sürətdə qalır. Elə bil ki, A minus B, A plus B olan asıl olur köydəkinin kvadratı. Yəni birincinin kvadratı çıx, ikincinin kvadratı. Həmsinin kökdə 6-nın kvadratı çıx, 1-in kvadratı. Burada yuxarıda qalır. Elə bil ki, 8 çıx 4. Yəni 4. Mərcdə qalır 5. Əgər A ilə x-in hasili 5'te 4 olarsa, x'in cavabı bizə x lazım idi. 5'te 4 bölünsün A. Yəni olur 4 böl 5A. 4 böl 5A variant. 5-ci sual. Robot A nöqtəsindən hərəkətə başlayır. 4 metr qət etdikdən sonra, demək 4 metr gedir. Daha sonra 20 dərəcə saat əqrəbinin hərəkəti istiqamətində dönür. Başa düşdük, yəni 20 dərəcə dönür. Sonra yenə eyni qədər 4 gedir, yenə dönür, yenə 4 gedir, belə dönür. Neçə metr yol gedir? Əvvəlki vəziyyətinə qayıdırsa neçə metr yol gedir? Bu artıq bu düzgün çoxcağlıdır. Bizə lazımdır bunun tərəflərini sayı, neçə bucaqlı olduğunu tapmaq. Bir xarici bucaq 20-dirsə, tərəflərin sayını tapa bilərəm. Tərəflərin sayı olur 18. Əgər əvvəlki vəziyyətə qayıdırsa, demək ki 18 bucaqlıdır, hər tərəfi də 4'dür. Onda gedəcəyi yol 18 vurulsun 4, yəni 72 metr. Növbəti sualda bir-birindən fərqli rəqəmlərdir. Hansını tapın. Əvvəla bunu açın yazırıq. Bu olur nə? 100A. Üstə yazar belə 100 A üstə 10B üstə C. Sonra burada olur 100B. Üzərinə gəl 10C üstə gəl A. Sonra 100C üstə 10A üstə B neçədir? 777. 100A o da
100A, o da 10A, bir dənə də A var. 111A, 111B, 111C. Onda belə yazayıq da, 110, hərəsindən 111 oldu da. 111A, 111B. 111 deməsi xaricdən çıxardaq. Qaldı A plus B plus C. Neçədir? 777-dir. Buradan A plus B plus C-ni tapırıq 7. Fərqli rəqəmlərdir. Cəmi 7-dir. Hansı ədlər ola bilər o? Hansı rəqəmlər ola bilər? 1 ola bilər. 1, 2 götürsü, 1, 2, 3, 4. 1, 2, 4 düz gəlir. Yəni fərqli rəqəmlər görsə 1, 2, 4. Başqa ola bilərmi? Başqa, məsəl üçün 2 götürsü, 3 götürsü, 2 olmaz. Fərqli rəqəmlər ancaq 1, 2, 4 olur. Bizdən alsını soruşur. 1 vur 2 vur 4, o da olur 8. 7. Demək, 2-nin kvadratıdır. 2-nin kvadratı. Birinci ifadədə görürük ki, A plus 4-ün kvadratı ola bilər. Çünki ortada 8 var. Onda bunun açısını yazanda görürük ki, nə alınır? A kvadrat plus 8 plus 16. Onda n 16-dır. Əgər 16-nı yerinə yazsaq, burada da tam kvadrat olması üçün bu nəyin kvadratıdır? Bu B plus 8-in kvadratıdır. Çünki hasılın kimisi 16B'dir. 8-in kvadratı 64-dür. Onda M də 64-dür. M-nin cəmini soruşur. 64, o da 16. Neçə olur? Əlbəttə ki, 80 olur. Düzgün cavab A variantıdır. AX və ikinci vuruq AX-dir. Bəli. Biz burada belə bir şey edə bilərik ki, məsələn, bunun bir dənə vuruğunu tapa bilirik şifayı. Çünki 3-ü nəyə vuranda 24 olur? 3-ü 8-ə, x-i nəyə vuranda x kvadrat olur? X-ə. Burada yazıram x plus 8. Belə deyək ki, məsəl üçün, burada x plus 3 bir dənə vuruqsa, digər vuruğu tapa bilirik. X vur x, x kvadrat olduğuna görə, bir də 3 vur 8, 24 olduğuna görə. Ortaya qalan a-nı tapa bilərik. Əlbəttə, açılsın yazısı qalır x kvadrat plus 3x, o da 8x, yəni 11x, üstə 24. Demək, belə çıxır ki, a neçədir? A mənfi 11-dir. Yəni, buradan a-nı da tapmış oldu ki, qeyd edəyimiz üçün a neçə oldu? Mənfi 11 oldu. Yəni, burada olan mənfi 11 oldu. Keçək ikinci hissəyə, yəni bu funksiyaya baxaq. X kvadrat plus 8x plus b. İlk çıx 2-ni nəyə vuranda alınır? Əlbəttə ki, yenə də x-i nəyə vuranda x kvadrat olur x-ə. Buraya neçə yazaq ki, ortada 8x alınsın. Mənfi 2x varsa 10 yazaq. 10x-dən çıxanda 2x-i 8x eləyir. Onda b də olur mənfi 20. B-ni də tapdı neçədir? Mənfi 20-dir. Və bx-i də əlbəttə ki, tapdı. Bx-i də tapdı. X plus neçə? X plus 10 tapdı. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, bunları silək. A-nın A-dakı qiyməti. AX-in nə olduğunu bilirik. A-nın da nə olduğunu bilirik. Mənfi 11. Bunu soruşur. Əgər x plus 8 idisə, olacaq mənfi 11 üstə 8. Belədir mənfi 3. B-nin B-dəki qiyməti. Əgər BX-i görürük, x plus 10-dur. Mənfi 20-dəki qiymətini tapsıq. Bu da olacaq mənfi 20 üstə 10. Mənfi 10. Mənfi 3, mənfi 10 cəm neçə olur? Əlbəttə ki, mənfi 13 olur. 9. Perimetri kvadratını bilirik ki, 4A-dır, 48-dirsə, onda tərəf neçədir? Tərəf 12-dir. Tərəflər 12-dir hamısı. Tangesi verib. Tanges alfa nəyinə nisbətidir? Qarşıdakı katetin biçik katetə nisbətidir. Yəni 12-nin y-dəyə nisbətidir. Bunu 3 verib. Buradan y-dəni 4 tapırıq. Burada olur 8. Rəngli yerin sahəsi o trapersiyada gördüyümüz kimi. Əslində başqa cür yanaşa bilərik. Böyük sahadan, yəni kvadratın sahəsində bir dənə 3 plan sahəsini çıxa bilərik. O da olar. Ya da elə trapeziyanın sahəsini tapayıq. Trapeziyanın sahəsi necə tapılır? Oturacaqların cəmin yarısı. Biri 12-dir. Digər oturacaq, ikisi oturacaq 8-dir. Vurulsun hündürlük. Hündürlük də neçədir? 12-dir. Bu da eləyəcək, demək, 20 bölünsün ki, 10 vur 12, yəni 120. Gəldi 10-cu suala. Bunlar düzgün kəsirlərdir. Bunlar üçün qayda var. Orta məhraz gətirək, eyniləşdirək ehtiyac yoxdur. Ya sürətlə eyniləşdirməyə də ehtiyac yoxdur. Fərq 2-dir. Fərq 2-dir. Fərq 2-dir. Kəsirlər hamısı düzgün kəsirlərdir. Əgər fərq eynidirsə və kəsirlər düzgündürsə, məxrəci kiçik olan kiçik olur. Onda elə sırayla düzülüb bu A B-dən kiçikdir, o da C-dən kiçikdir.
11. 11'e baxacağıq. 11. 11'də bizə nə verib? Yazıb ki, 16 standart şəkildə yazın və tərtibinə qiymət listəsinin cəmini tapın. Bəli, başa düşdük. Bunu yazay necə? 16-nı yazay, 16-nı yazay 2 üstü neçə? 16-nı yazay 2 üstü 4. 2 üstü 4 vur 4, 56. 25'i yazay 5'in üstü 2. 2'nin 25'e vursa olur 50. Biz bunu yaza bilərik. 2 üstü 6 vurulsun. 2 üstü 50 vur. 5 üstü 50. Bu da ne deməkdir? 2 üstü 6, 64 eləyir. Bu da bir yerde 10 üstü 50 deməkdir. Və bunu standarta yazmaq üçün 6 10'da 4 vurulsun. 10 üstü 51 kimi yaza bilərik əlbəttə ki. Çünki yerdən standart şəklində bilirik ki, qiymətli isə 1-10 arasında olmalıdır. 1 ola bilər, 10 ola bilməz. Tərtib naturaldır. Tərtib tam ədəddir. İndi bunun qiymətli hissəsi 6 10'da 4'dür. Tərtibi isə 51'dir. Bizə deyir ki, bunların cəmini tapın. Cəm deyirsə, bir dənə baxaq. Cəmini tapın. 51'in üstünə nə gəlirik? Qiymətli hissəsi A budur. Tərtibi də B budur. Bunların cəmini tapırıq. Bu derəcə 57 tam onda 4 variant. 12-ci sualda tənin kölərindən biri A-dır. Kökün tapmağa ehtiyac yoxdur. Çünki A bunun köküdürsə, demək ki, A-nı yerinə qoysa ödəyir. A-nı yerinə qoysa qalır A kvadrat çıxılsın 11A üstə 14. Nədir? 0'dır. Bizdən bu ifadəni soruşur. Açısını yaza görə nədir ki bu ifadə? Açıq 5, açıq 6. Qalır A kvadrat çıxılsın 5A da 6, elə 11A üstə 30. Buradan A kvadrat çıxılsın 11A'nın cavabını mənfi 14 tapıb gətirib yerinə yazacağıq. Mənfi 14 üstə 30. O da olur neçə? 16 əlbəttə ki. 16 variant. 13. Ən az elementi soruşursa biz bunların ən kiçik ala biləcək qiymətləri tapmalıyıq. Bunun üçün 2 burada 1 vardı. 2, 1, 5'in əkubu 10'dur. 10'u gətirək. Onda n açıq B-yə deyək neçə K? A-dır deyək ki B-dir. Buna deyək 5K. Yəni bunu hamısını 10K etmək istəyirəm. Buna 5K deyirəm. Nisbət olaraq 5K. Burada 1 vururdu. Onda bura olur elə 10K. Buraya yazırıq 10K 5K-ya. Çəkməyə də yazırıq. 10 olması üçün 2K yazırıq. Burada da 2K. Bunlar yazdı. Deyir ən azı neçə element ola bilər? Ən azı bunların cəmi, yəni 17 element ola bilər. Birləşməsində deyir ən az neçə element ola bilər? Boş deyillərsə, yəni keçmə də var onda. Ən azı burada neçə, yəni K-nı 1 götürsək 2 element olur. K-nı 1 götürsək 5 element olur. K-nı 1 götürsək 10 element olur. Ən azı 17 element olur əlbəttə ki. Variant. 14-cü sual. Hansı qiymətini tənlər sistemin həlli? Tənli ödəyir. Onda biz bunu həll edib x, y tapıb burada yerinə qoyaq və oradan A-nı tapaq. Sistemi həll etmək lazımdır, belə görürük. Sistemi həll etmək üçün ya x-ləri eyniləşdirək, ya y-ləri eyniləşdirək. Fərqli. Birincisini vuraq məsəl üçün mənfi 3-ə. Qalsın mənfi 6x. Çıxılsın 9y. Mənfi 3-ə vuranda mənfi 63. İkincisini 2-yə vuraq. Qalır 6x. 2-yə vuranda qalır 8y. 2-yə vuranda qalır 58. Sonra bunları toplayalım da. Toplayanda bunlar gedir. Qalır mənfi y. Mənfi neçə? Mənfi 5. Bəli, y-imiz oldu 5. Y 5-dirsə, y 5-i yerinə yazsayıb, birincidə yazsayıb. Qalacaq 2x üstə gəl 5 üçün 15, 21'dir. 2x'in cavabı 6'dır. X'in cavabı 3'dür. Demək ki, biz x-i tapdıq. Biri 3'dür, biri də x, 3'dür, 1'də 5. Gətirib yerinə qoysa, əgər bunu ödəyirsə, bunu da həll edirsə, demək yerinə qoyunda ödəyir. X-in 3 qoyusu burada qalır 3A, burada qalır 15, burada qalır 39. 3A neçədir? 3A 39, 15 çıxanda 24'dür. A da neçədir? A da 8'dir. A 8 isə A variantıdır. 15. Bərabərsin həllər çoxunu veribsə, bərabərsi həll edəndə biz onun tənli kimi köylərindən istifadə edirik. Demək ki, bu tənlinin köyləri 1 ilə 5'dir. O deməkdir. Biz demək burada tənlinin köylərinin 1 və 5 olduğunu görürük. Yəni həllər çoxlu bərabərsinin 1 5 olduğuna görə tənli kimi baxsaq bunun köyləri 1 ilə 5'dir. Viyyətə görə köylərin cəmi. Burada nəyi verir köylərin cəmi?
Mənfi B bölü A-nı verir. 2, bu da 5 ilə 1-in cəmi 6-dır. Digər tərəfdən V-yə görə köylərin hasili nəyi verir? C bölü A-nı verir ki, o da 1, 5-in hasili 5 edir. Bizdən soruşulan ifadə C böl A-ları yaza bilirik də bunu əlbəttə ki. C böl A çıxılsın B böl A. Yəni ki, 5 çıxılsın. Hə, buradan B böl A-nı tapsaq mənfi 6 eləyir. Onda burada mənfi 6 yazırıq. Cavab olur əlbəttə ki 11. 11 yəni A variantı. 16. Kəsir ixtisar olunandır deyir. Məxrəci vurğulara ayrısı V-yə görə cəmi 8-dir, hasılı 15-dir. Hansı əllərdir? 3 və neçə? 3 və 5-dir. Çünki 3 və 5-in cəmi 8-dir, hasılı 15-dir. Onda burada yazırıq x minus 3 və yazırıq x minus 5. Kəsir ixtisar olunandır. A-nın mümkün qiymətlərini nəyin tapın? Cəmini tapın. Yaxşı. Kəsirin ixtisar olunan olması üçün yuxarıda bir dənə vuruq ya x minus 3 olmalıdır, ya da x minus 5 olmalıdır. X minus 3-ün vuruq olması üçün 3 bunun kökü olmalıdır. Deyək ki, x minus 3-nə ixtisar gedirlər. Onda yuxarıda 3 onun kökü olmalıdır, yəni ödəməlidir. 3-ü qoysuq 9 minus 3a plus 30. Əgər 0-dırsa 3a-nı buradan 39 tapırıq, a-nı da ki 13 tapırıq. Bu bir versiya. İkinci versiya odur ki, ola bilər ki, bəlkə x minus 5 gedir yuxarı ixtisar. O zaman 5 köküdür buradakı ifadənin, sualinin. 5-i qoysuq 25 çıxılsın 5a plus 30 0-dır. 5a-nı buradan tapırıq 55. A-nı tapırıq neçə? A-nı tapırıq 11. Demək, A ya 13-dür, ya da 11-dir. Biz onların cəmini soruşur deyəsən. Bəli, mümkün qiymətlərin cəmini tapın. 11, 13, 11 üstə 13 gəlirik. Bu da olur neçə? 24. 17. 17. A və B məntəqələri arasındakı məsafə 12 kilometrdir. 2 dənə məntəqədə bunlar arasında məsafə nə qədərdir? 12 kilometrdir. Deyir, A məntəqəsində eyni anda hərəkətə başlayan 2 piyadadır. Birinci piyada, ikinci piyada. Birincinin sürəti ikincinin sürətinə 2 saatda 2 kilometr çoxdur. Onda ikincinin sürəti V-dirsə, birincinin sürəti V plus 2 olsun. Birinci piyada ikincidən 1 saat tez çatır. Çünki sürəti çoxdur, ikincinin sürəti yaxşı. Bilirik ki, zamanıdır. T-ni tapmaq üçün, gedilən yolu nəyə bölürük? Sürətə. Birincinin sərf elədiyi zaman, birinci piyadanın sərf elədiyi zaman nə qədər olacaq? Getdiyi yol 12 kilometrdir. Bölünsün V plus 2 sürəti ilə gedir. Bəzi ikinci piyadanın sərf elədiyi zaman nə qədər olacaq? 12 bölünsün V. Deyir ki, birinci 1 saat tez çatıb, yəni az vaxt sərf edib. Yəni 1 saat az vaxt sərf edib. Bu 1 saat az vaxt sərf edib. Demək ki, bunları çıxanda 1 eləyir. Az vaxt sərf edirsə, demək bu çoxdur da 1 saat. Demək bunun üstünə 1 gələndə aşağı kimi verir. Ya da bundan çıxanda 1 verir. Yəni belə qurarıq. Onda 12 bölünsün V çıxılsın. 12 bölünsün V plus 2 ya da 12 böl V bərabərdir, üstə gəl 1 də belə deyək elə. Çünki birincinin az vaxt sərf etməsi o deməkdir ki, üstünə 1 gəlsə, ikincinin sərf etdiyi zamanı verər. Bizdən nəyi soruşur? Bizdən ikinci piyadanın sürətini elə V-ni soruşur. Bu tənədən V-ni tapmaq. 12 bölünsün V. Orta məzə gətirsək V plus 2. Sürətdə qalır 12 plus V plus 2. Yəni ki, 14 plus V. 2 o da 12 bəli. Çarpaz vursu qalır 14V plus V kvadrat. 12V plus 24. Sonra V kvadrat üstə gəl 2V çıx 24 sıfırdır. V-yə görə tapa bilirik deyərsən. Köylərin cəmi neçə eləyir? Mənfi 2 eləyir. Köylərin hasili neçə eləyir? Hasili isə mənfi 24 eləyir. Əlbəttə ki, bu ədədlər 6 və neçədir? 6 və yoxsa mənfi 6 və 4-dür. Mənfi 6 və 4-dür. Əlbəttə sürət mənfi olmaz, onda 4-dür. Bizdən soruşurdu. İkincinin sürəti, biz də onu V-ni, yəni 4 tapdı. Bizdən bunu soruşurdu. Cavab 4-dür. Keçdik növbəti suala. ABC naturaldır. 18-ə baxırıq artıq. ABC naturaldır.
Bu bərabərlik ödənir. K nə yazayıq da? 3, 4, 5-in əkobu. 3, 4, 5-i neçəyə açə bilərik? 3, 4, 5-i ən yaxşı halda, ən azı əkob. Yəni 20, yox 60. 60. Onda A-ya deyək neçə K? A-ya deyək 20K. B-yə deyək 15K. C-yə deyək 12K. Əbob A ilə B. Yəni ki 20 ilə neçə? 15. K-nı çölə çıxartdıq ortaqlıq kimi. Plus 2 vurulsun əkob, yox əbob yenə A ilə C. A ilə C-nin əkobunda A ilə C-də yenə K-nı çölə çıxartdıq A ilə C-də. Burada qalacaq nə? Əbob neçə? A ilə C. Yəni 20 ilə 12 əlbəttə ki. 20 ilə 12. Sonra bir dənə də nə var burada? Bir dənə desən yenə əbob var. Plus 3 vurulsun. Yenə K-nı çıxarsam əbob B ilə C. Qalacaq əbob B ilə C. Yəni ki 15 ilə 12. Bizə bunların cəmi neçə verib? 88 verib, yaxşı. 20 ilə 15-in əbobun bilirik də 5-dir. Şifahi tapa bilirik, ya da vurğular arası tapa bilirik. Rahat yol belə ki, ortaqlı 5-i çölə çıxarsı. Orada qalır, 20-də 4 qalır. Nədir? 15-də 3 qalır. 4-lə 3 qarşılığı sadələtdir. Əbob 1-dir, 5 bin 5-dir. Onda burada nə qalır? Qalır 5K. 20 və 12-nin əbobu neçədir? İkisinin də bölündüyü ən böyüdə 4-dür. Şifahi görünür ki, 4-ə bölünər hər ikisi. 4, onda burada da 2K var. Olur neçə K? 8K. 15 və 12-nin də əbobu 3-dür. 3, 9K. Bunların cavabı neçədir? 88-dir. 17, o da 5, 22. K-nın cavabı əgər 88-dirsə, K-nın cavabı neçədir? K-nın cavabı 4-dür. Bizdən nəyi soruşur? Deyir bu ifadə B plus A. B plus A yəni 15K plus neçə K? 20K çıxılsın C. Yəni 12K. Bunu soruşur. Bu da deyir 23K. 20-si də 4-ə vurur. 20-si nəyə vurur? 4-ə vurur. Doğru neçə? 2, 1 yadda 92. Cavabımız oldu 92. Gəldik növbəti sual. Səhətinin asılışı vermiş kubun AB tilinin orta nöqtəsi M-dir. Yəni bu orta nöqtədir. Kubun tilinin orta nöqtəsidir. CD-nin də orta nöqtəsi N-dir. M-in 30-dur. Kubun səhətinin sırasında. Burada nə edək? Burada belə bir şey də bilərik ki, məsələn tutaq ki, biz bura bir x dersəm, kubun tili 2x olur da. Kubun tam səhətdə bilirik ki 6a kvadratdır. Onda biz 6 vur tilin 2x götürdüyümə görə 6 vur 2x'in kvadratını biz bunu tapmalıyıq. Yəni ki 6 vur 4x kvadrat 24x kvadratı tapmalıyıq. Əvvəldən qeyd eləyək, bilək ki nə yaxtarıq. Biz bunu tapacağıq heç. Bizə MN-i vermişdi deyərsəm, bir baxım. MN-i verməlidir. 30 verib bəli. MN-i 30 veribsə, əslində bir çətin sual deyil. Bax, burada nə deyək? Burada x olur, orta nöqtə demişdik. Kubun tiləyinidir. Buradan bu xətti birləşdirsəm, bura olacaq neçə x? Yəni ki 2x, 2x, o da 2x, neçə x? 6x. Buraya yazacağım 6x. Sonra Pifagordan buradan x-i tapmaq istəyirəm. Burada x-i də eynidir, bəli. Çünki bu yuxarı x-idir, o da x-idir. Bu 3-bəyə baxsı və buradakı düzbəyə 3-bəyə baxsı. Biz MN-i də bilirik. MN də bizə verib ki, 30-da. Düzdür, MN də 30-dur. Burada yazıram 30. Pifagora görə nə yazıram burada? Yazaram ki, bura 2x-dir. 2x'in kvadratı, o da 6x'in kvadratı. 6x'in kvadratı üstə gəl 2x'in kvadratı bərabərdir 30'un kvadratı. Pifagor teoremi. 36x'in kvadratı plus 4x'in kvadratı bərabərdir 900. 40x'in kvadratı 900. X'in kvadratı 900 böl 40 ya da 90 böl 4. 10x elədim. Gətib yerinə yazsam 90 bölünsün 4'ü yazsam yerinə. O da deyir hardasa x-lar getdi bir dəfə, 6 dəfə, 6-nı da 90'a vursu 540. Demək, kubun tam səhətinin sırası oldu 540. Tam səhəti soruşur da bizdən bəli. Gəldi 20-ci suala. Deyəndə mağaza gətirilən alma, armud və nar haqqında məlumat verilmişdir. Biz birinci bucağı tapaq. Tam bucaq 360'dır. 360'dan çıxar bulanın cəmi 210'u. Bura qalır 150. Sonra nisbətini tapaq. Yazar ki, tutaq ki, alma, armud, nar. Alma neçə dərəcədir burada? 90. Armud neçə dərəcədir? Armud 120 dərəcə nisbətindədir. Nar da 150 dərəcədir. Bunları
30-a x sayılarsa daha yaxşı olar. 30-a x sayılarsa burada nə qalır? Qalır 3k deyək. 4k deyək. Buna da 30-a 5k deyək. Ən yaxşısı. Bizə nə deyir? Deyir ki, almaların 40%, damdan 60%, naldan 66% satıldıqdan sonra qalan alma, armud və narın birlikdə kütləsi mağazada gətirilən bu meyvələrin kütləsi neçə faizidir? Mağazada gətirilən bunların neçə faizidir satıldıqdan sonra? Aydın. Bunların cəmi mağazaya nə qədər gətirilib cəmi? 12k. 12k meyvə gətirilib. Bunu yadda saxlayaq. Biz tapacağıq nəyi? Deyir ki, satıldıqdan sonra qalan meyvələr. İndi qalan meyvələri taparıq. Onu bölərik əvvəlcə gətirilən 12k-ya, vurarıq 100-ə. Mahiyyət budur, yəni biz də bunu soruşuruq. İndi nə qalıb onu tapacağıq. Almanın 40% satılıbsa, 3K-nın 40% satılıbsa, 3K-nın 60% qalıb. 3K vur 60 bölü 100 qalıb. Plus armudun 60% satılıbsa, armudun, yəni 4K-nın 40% qalıb. 40-a vurub 100-ə bölərəm. 100-dür də əlbəttə ki. 40-a vurub 40% qalıb, düzdür. Əgər 60% satılıbsa 40% qalıb. 40-dır bu. Plus narın 36% satılıbsa, narın 64% qalıb. Yəni 5K-nın 64% qalıb. 64 bölünsün 100. Biz bunu hesablamalıyıq. Burada 100-ü sürətdəki ifadəyə vursaq, məxrəclər 100-lər hamısı gedər. Onda orada nə qalar? Qalar demək 180K. Üstə gəl 160K. Üstə gəl 320K. 320K bölünsün nəyə? Bölünsün 12K-ya. 180 o da 320 deyəsən 500 eləyir. Yəni dəqiqlə 500 o da 160. 660 kalar gedir onsuz da bölünsün 12. Bu da görə bölünürmü? 6-ya geçsə 110 dəfə, 6 edir 2 dəfə 55. Demək ki 55% qalıb. Növbəti sualımız 21. B-də 3-dür. B-dəni gördük. Bir dənə verilən ədəd B-dən 3-ü gördük. Başqa ədəd görmürük. B-də varmış 4. Buraya yazaq 4. Buraya yazaq 4. Şöyle çəkək. Ən yaxşı səliqəni baxaq. Görək bizə nə verib. Buradan bir dənə deyir ki, B medianmış. Bir dənə median çəkək. Bu mediandır. Sonra bir də tənbələn verib. Bir dənə tənbələn çəkək. Tənbələn isə bunlar eynidir. Alfa yaza bilərik. Bizə B-cəni 4 verib. Buraya yazırıq 4-dür. Başqa B-dəni də 3 verib. B-də aradı, buranı da 3 verib. Deyir, nəyi tapın? Şeylə əsasən AC-ni tapın. AC aradı, hipotenuzdur. Buranı tapacaq. AC. Yaxşı. Tənbəlanın da xassəsindən istifadə edəcəyik. Medianın da necə elə bilərik? Belə bir şey deyək də. Düz və çəkilən median hipotenuzun yarısıdır. Onda mən bu hipotenuzu 2x götürsəm, kəsir olmasın da. Onda bura olacaq nə? Bura olacaq x, median ise bu da olur x. Bəs bu median hipotenuzun nəyidir? Yarısıdır. Onda 2x olduğuna görə hipotenuz, median olur x. Onda bura 3-dürsə, burada olur x minus 3. Sonra burada tənbələnin xassəsindən istifadə edir. Tənbələnin xassəsinə görə x-in nəyə nisbəti? X minus 3-ə nisbəti bərabərdir 4-ün 3-ə nisbəti tənbələnin xassəsidir. Düzdür? Tənbələnin xassəsini bilirik də. Tənbələnin xassəsi necədir? Nisbətlər bərabərdir. Yəni ki, A-nın M-ə, B-nin N-ə. Bunun buna, bunun buna. Nisbətlər bərabərdir. Yəni A bölünsün, B bölünsün. Onda yazaram ki, nə? X bölünsün nə? X minus 3. Bərabərdir. 4 bölünsün 3. Bizdən soruşduğu nə idi? Bizdən soruşduğu AC idi. Yəni hipotenuzudur. Bilək ki, 2x tapacaq. Yəni şərt həmişə diqqət edək. Bizdən nəyi soruşur? Çarpaz vursu, sadə bir tənli alınır. Xətti tənli. 4x çıxılsın 12. Bərabərdir 3x-ə. X-i buradan tapırıq. Elə 12. Amma bizdən AC-ni, yəni hipotenuzu, yəni 2x-i soruşurdu. Cavabımız neçə olur? Əlbəttə ki, 24 olur. Gəldik növbəti belə bir ehtimal sualına. Deyir, 2 qutudan 2 dənə qutudur deyək ki, birincisində 3 ağ, 4 qara. İkincisində isə 4 ağ, 2 qara kürə var. Hər qutudan təsadüfi olaraq bir kürə çıxarılır. Çıxaran kürələrin müxtəlif rəngli olması ehtimalını tapın. Burada əlverişli olan sayı
Deməli 2 dənə hal var da, bizə lazım olan hansı hallar var? Ya deyir ki, müxtəlif olsun da, düzdür? Ola bilər ki, birincidən ağ çıxıb, birinci qutudan ağ çıxıb, birincidən ağ, ikinci qutudan qara, düzdür? Bunun ehtimalını tapacağıq. Bir də ola bilər ki, birincidən qara çıxıb, ikinci qutudan ağ çıxıb. Bunlar hər ikisi bizə lazım olan hallardır. Sonra bunları toplayacağıq. Və ya üçün bunlar işte bizə uyğun lazım olan haldır. Əsadı müxtəlif olsun. Birincidən ağın, ikincidən qaranın eyni anda çıxması açısından ehtimalını tapayıq. Birincidə 7 dənə kürə var. Onun 4-ü, 3-ü ağdır. Onda da 7 də 3. İkincidə 6 dənə kürə var. Onun qara, ikisi qaradır. 6-da 2. Bu birinci hal. İkinci halda isə ola bilər ki, birincidən qara çıxsın. Onun ehtimalı nədir? 7-də 4-dür. İkincidən ağ çıxsın. Onun ehtimalı nədir? 6-dan 4-dür. Bunlar hər ikisi şərtə uyğundur. Yəni, onda ehtimallarını toplayacaq. Birincinin ehtimalı olur neçə? 42-də 6. İkincinin ehtimalı olur 42-də 16. Onda sualın cavabı olacaq 42-də 6 üstə 42-də 16 və yaxud 42-də neçə? 22. 2-yə xısa eləsi cavabımız qalacaq 21-də 11. Gəldik növbəti sualımıza. Şəkli çəkəkmi? Yox, ehtiyac yoxdur. Elə burada baxacağım da. Görək nə deyir burada. Bildikləri D-nin Y-oyan B-cinə verib 8. B-cə yazaq 8. Nəyə verib yazaq? Burası 8-dir. D-nin Y-o-birə nisbəti 2-nin 3-ədir. D-nin Y-o-birə nisbəti 2-nin 3-ədir. Burası 8 idi. Burada 2K yazaq. Burada 3K yazaq. Sonra oradan davam edərik. Mərkəzlər arasında məsələni soruşur. Başa düşdük. Mərkəzlər arasında məsələ. Yəni bizdən bu hissəni soruşur. Birinci bunun radiusu neçə kadır? Böyük cəvrən 5 kadır. Onda burada 5 olmalıdır. Onda 8 də bura olur 5 kat çıx 8. Birinci addım. Sonra belə bir şey deyək. Bura bir A desəm. Bura bir A desəm. Bura olur 5 kat çıx A. Yoxsa yox. Niyə elə deyirəm? Çünki böyüyünün radiusu. Bura neçə kadır? Böyüyünün radiusu 5 kat. Onda burada 5 olmalıdır. Bura A desəm bura olur 5 kat çıxsın A. İndi balacanın radiusuna bax. Balacanın mərkəzinə görə, bu mərkəzdə, mərkəzinə görə. Biləm ki, burada radiusdur, bu da radiusdur, balaca çevrəsi. Onda nə yazaram? 5K çıxılsın A. Nəyə bərabərdir? A plus 5K çıx 8. Bəli, 5K gəldi, onsuz da bizə A lazım idi. Buradan anılır ki, mənfi A çıxılsın A bərabərdir, mənfi 8-dir. Mənfi 2A mənfi 8-dir. A da 8 bölü 2, yəni 4 olacaq əlbəttə ki. Bizə də onsuz da bu məsələni soruşurdu. 4 oldu. Sonra gəldik. Neçən sualdır bu? 23, 23'ə baxdı. 24'ə baxacaq bəli. 24. Dirək üzərində müəyyən yüksəklikdə C nöqtəsində olan quş hərəkət nöqtəsinin təpə nöqtəsi 3, 16 olan, bura 3, 16, T nöqtəsi, buranın koordinatı neçədir? 3, 16 olan bir paraboladır. Bəli. Funksiyanın qırılma düşmə mümkündür. O-anı verib 3. A-bəni verib 4. O-ca indirini tapın, buranı tapacaq. Bu indiri tapacaq. Yəni x 0 olanda y neçə olur? Y tapacaq da buranı tapacaq. Yaxşı. Birincisi biz bu parabolanı necə axtıra bilərik? Təpə nöqtəsi 3, 16 olduğuna görə onu belə axtaracağım. X 3-ün kvadratı üstə 16. Bəs hansı nöqtədən keçir? B nöqtəsinin. B nöqtəsinin koordinatı nədir? Da bura. B nöqtəsinin koordinatı 7, 0-dır. Çünki x oğun kəsəndə y 0 olur. Onda yerinə 7-ni qoysa burada qalacaq 7 çıxı 16, A vur 16. Üstə 16 0-dır. A vur 16 mənfi 16-dır. A mənfi 1-dir. A mənfi 1 isə onda parabola beləymiş. Onsuz da qollar aşağı edə bilirdik. Mənfi olacaq A. X-imiz üçün kvadratı üstə 16. Parabola hazırdır. Deyir ki, OC-ni tapın. Y9 üzərində olduğuna görə C nöqtəsi x nə olur? X 0 olur. Onda x-in yenə 0 qoysa elə biz o deyilən məsafəni tapa bilərik. Yəni bu y deyə tutaq ki, y tapa bilərik. X-in yenə 0 qoysa nə alınır buradan? Alınır ki, y olacaq demək mənfi 9 üstə 16. Bu da olacaq 7. Demək bu məsafə 7 imiş. Və nəhayət sonuncu sualımızı görək nədir? Bunun şəkil üzərində baxaq.
Deyir ki, yer səthində olan A və B nöqtələrindən qaldırmış dronlar çəkiliş üçün M nöqtəsindən keçirlər və C və D nöqtəsində dayanırlar. A-dan gedən C-də dayanır, B-dən gedən D-də dayanır deyək ki. AM neçədir? 6/8-dir. AD məsafəsi 10-dur. BC məsafəsi 15-dir. Bizdən nəyi soruşur? A və B nöqtəsi məsafəni tapın. Bu hissəni soruşur. Biz burada deyək, tutaq ki, 1 x deyək. X tapacaq. 90 verir bizə. Deyir ki, bunlar perpendikullardır. Buradan gördük. Paralel diskatlər biri perpendikullarsa, digəri perpendikullardır. Ümumiyyətlə, bunlar paraleldirsə, burada oxşarlıq var da. Paraleli varsa, əgər bu xəttlər oxşardırsa, onda daxili çarpabıcaqlar var. Bura alfa olsa, burada olur alfa. Bura beta olsa, əlbəttə ki, burada olur beta. Gamma olsa, burada olur gamma. Oxşarlığa görə mən birinci bu alfanın qarşılığından tutaq ki, A-nı tapsın, sonra Pifaqorla da bəli, x-i tapıram. Əvvəlcə nə yazıram? Yazıram ki, alfanın qarşılığı nəyin? A-nın. Alfanın qarşılığı olan neçəyə? 6/8-ə nisbəti. Gammanın, buradan başlamışam. Gammanın qarşılığı neçənin? 15-in. Gammanın qarşılığı olan neçəyə? 10-a nisbəti. 5-ə gedir x-lar 3/2. Çarpaz vuruşu 2A olur. 6/8 vur 3. Onda buradan A-nı tapsın. 6/8 vur 3-ü bölür nəyə? 2-yə. X-lar gedir bir dəfə. Burada qalır 3/4 vurulsun 3. Bu da deyir 2, 1 yatdı. 10/2. Bəli, bu hissəni tapdı ki, 10/2-dir. Onda belə çıxır ki, bu AC bütöv neçə olacaq? 10/2 üstü 6/8. Yəni 17. Bu da 15-dir və x-i buradan Pifaqor teoremi ilə tapa bilərik. Yazarıq ki, x-in kvadratı üstə 15-in kvadratı 17-nin kvadratıdır. X-in kvadratı 17-nin kvadratı çıx 15-in kvadratıdır. Bunlar bir dəfə çıxar, bir dəfə toplayaq. 17 çıx 15. 17 plus 15. 2 vur 32. 64. X olacaq kökdə 64-dən kök 8. Bu qədər. Sağ olun. Uğurlar.